80-cı illərin epidemiyası Əlim Yandı Zaqatalanın qonağıdır. Sizlər üçün bir dənə ideal vəziyyətdə zavodun Moskviçini gətirmişik. Dostlar, sizə 80-cı illərin canlı şahidi olan Moskviç markalı maşınımızı təqdim edirəm. Maşından danışmaqdan adam doymur. Danışdıqca danışası şey qutarmır. Adam bilmir bu maşında hardan başlasın, harda dayansın. Bu maşının hər bir dənə belə nöqtəsi bir tarixi yaşadır. Həqiqətən zavod. Bu maşında dostlar şurupuna qədər 6 ay üzərində iş gedib maşının. 6 aya yığılıb. Və son 18 il maşın 1 metr belə sürülməyib. Qarajda yatmış maşın olub və sübutla, faktla hamıya videoları, şəkilləri təqdim olunacaqdır. Əlbəttə ki, real alıcılara. Çuxollarını çəkəmiş. Bu çuxollar servizlərdə yığılan çuxol deyil dostlar. Bunun bizdə videosu belə var. Bu zavod çuxoludur. Hətta zavodskoy apteçkası belə üzərindədir. Aycan, maşının içi bilsiz nədir qardaş? Sıf klassikadır da. Dəhşəti gözəlliyinə bax bir dənə. O vaxtın kişilərlə başını çıxarır dedi, salam aleykum. O da var bunda yəni, hər şey var bunda. Maşın hər şey bax, magnitofonda bir dənə baxsaq, radiosunda, zavod, hər bir şey çox ideal. Hətta bu başlığı 70-80-ci illərin kişiləri yaxşı ayaqda. Bax, köhnə başlıqlardandır. Çox ideal açarları çək. Aycan. Hətta açarlarına qədər maşının dəyişilməyib. Zavod açarıdır üzərində. 40 ilin açarıdır. Təsəvvür edirsiniz. 40 ilin. Eşən, bir dənə kapotu qaldır. Gəl buranı çəkilmiş. Motorxananın gözəlliyinə bax. Bir də emblemi. Dostlar, zavod emblemidir və zərrə qədər də baxın, ekranın bu hissələrinə baxın. Bir dənə buralara baxın, burada gözəllik. Baxan adam fakt bunu görəcək ki, bu maşına zərrə qədər dəyən yeri, vuruğu, udarı heç bir yeri olmayıb. Və maşın yığılanda bütün detalları Rusiyadan, zakaza gəlib. Hətta təkərlərinə qədər. Bu təkərlərdən Azərbaycanda yoxdur, dostlar, yoxdur. Moskviçin öz təkəri deyil, Rusiyadan zakaza gəlib. Da bilmirəm nəyi deyim, yəni nəyi deyim, nəyi qoyum, eşən. Deməli, maşına qardaş 9000 pul qoyub maşına. 9000 manat pul qoyub bu maşına. Bu dəqiqə prosto pula ehtiyacı olduğu üçün təcili satırıq maşını. Pula ehtiyacı olduğu üçün. Qiymətini də, qiyməti həqiqətən desəm şoka gələcəksiniz. Dəhşətli qiymətə qoymuşuq maşını. Pay verirdim. Pay qiyməti. Elə bir ki, yığdıran qiymətə veririk maşını. Paş düşdü. Bəli. Qardaşlar, deməli, belə gözəl maşını kim almaq istəyirsə, bizdə bir dənə əsas yadımdan çıxan şey var. Təkərləri, deməli, Rusiyadan zakaza gəlib var. Təkərləri demişdim hamısan? Demişəm. Deyirsən ha. Olsun, təkrar biliyin anasıdır. Təkrar biliyin anasıdır, düzdür. Maşının qiymətini siz neçəyə qoymuş qardaş? 9500 manata real alıcıda cüzi endirimli olacaqdır. Qardaş, belə gözəl maşınları kim istəyirsə bizdən görmək, almaq, bizi səhifədə izləmək, bizə takip atsınız, Əlim Yandı Zaqatalaya yorum yazsınız. Varsınız, sonra bir yerdəki nömrələrlə əlaqə saxlayırsınız, belə maşınlar sizə həm alışına, həm satışa kömək edir. Buyur. Bir də ki, dostlar, zəhmət olmasa bu maşından anlayışı olanlar, bu maşının həvəskarı olanlar, bu maşından başı çıxanlar yazsın, zəng vursun. Yorumda yazsın. Yorumlarda ağzınıza gələni yazırsınız. Bilirəm ki, boş vaxtınız var, xahiş edirəm. Buna yox da, yəni buna yox. Xahiş edirəm, başı çıxan və zəhmətə dəyər verən qardaşlar, ağsaqqallar. Bu dəfə deyirəm, bu ağsaqqallar yersin, ha eşən? Keçən səfər 40-dan aşağı verdim. Otu getdi. Gəl ha, xodda getdik. Sağ olun qardaşlar, var olun. Bir dəfə görüşlərə dək, sağ olun qardaşlar. Vay, maşın salonu otursa. Niyə ola bilər salonda? Şirin dil, şirin dil, al bağrımı şirin dil, şirin dil, şirin dil, al bağrımı şirin dil. Ne değilse yap desin, öz dilimdir şirin dil. Ne değilse yap desin.